Hamımız deyirik ki, biz Allahı sevirik. Amma burada bir sual yaranır. Allahı necə sevmək olar? Allahı görməmişik, toxunmamışıq. Bəs bu sevgi necə olur? Hardan yaranır bu sevgi? Allahın bizə göstərdiyi yol var. Quranda deyir ki, əgər siz Allahı sevirsinizsə, mənə, Peyğəmbərə tabi olun ki, Allah da sizi sevsin. Yəni Allahı sevmək sözlə yox, itaətlə olur. Məsələn, namaz qılırsansa bu sevginin nişanəsidir. Halal yeyirsənsə bu itaətdir. İnsanlara mərhəmət göstərirsənsə bu Allahın sevgisidir. Əgər bir bəndə Allaha yaxın olmaq istəyirsə, onun sevdiklərini sevməli, istədiklərini etməlidir. İmam Səccad əleyhissalam buyurur, İlahi, mən səni sevdiyim üçün günahdan uzaqlaşıram, cəhənnəmdən qorxduğum üçün yox. Görün, nə gözəl sözdür. Bu əsl sevginin dərəcəsidir. Yəni, sən varsansa, mənim üçün hər şey sənsən. Sən yoxsan, heç nə anlamır. Allahı sevmək onu həyatına gətirməkdir. Hər işdə, hər niyyətdə Allah bu işdən razı olarmı? Özünə sual vermək. Mən bu işi görürəm, Allah bu işdən razı olarmı? Bunu düşünməkdir. Bax, bu əsl sevginin başlanğıcıdır.